dostlarımızdan biri var idi, namaz qılmırdı. Amma onun ağsaqqalı ona sual verir ki, ay bala, namaz niyə qılmırsan? Getirdi ki, valla dayı, əgər bilsən ki, Allah nə boyda rəhimlidir, sən də qılmazsan. Bu artıq Allahın rəhmətindən sui istifadə eləməkdir. Sən cəhd göstər. Allah deyir, sən nə qədər cəhd göstərsən, yenə ödəyə bilməyəcəksən haqqı. Amma biz qiyməti sənin cəhdüvə veririk. Sən nə qədər səy elədin. İnsanın qədəri, qiyməti onun səyi qədərdir. Nə qədər səy göstərirsən, Allah o qədər qiymət verir sənə. Sən də 10 manat vermişsən, mən də 10 manat vermişəm. Amma mən 1000 manatdan 10 manat vermişəm, sənə cəmi 10 manatım var.